Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram və bugünkü tədbirdə iştirak etdiyinizə görə, vaxt ayırıb gəldiyinizə görə hər birinizə minnətdarlığımı bildirirəm. Demək, bugünkü konfrans mediada innovativ təşəbbüslərə dəstək ictimai birliyi tərəfindən icra olunan sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri adlı layihə çərçivəsində təşkil edilib. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyidir. Bu məlumatlar zalda yerləşdirilmiş bannerdə də və komitədə də hansı ki göstəriləcək. Ümumiyyətlə, bu tədbirlə bağlı bütün məlumatlar orada göstəriləcək. Maraqlı layihə və maraqlı təqdimat üçün hər iki quruma, bu layihənin icraçısı olan quruma və QHT agentliyinə təşəkkürümüzü bildiririk. Məlumat üçün qeyd edim ki, layihə 5 ay müddətində davam edib. Bu müddət ərzində sosial şəbəkələrdə informasiya təhlükəsizliyini təmin etmək üzrə beynəlxalq akademik mərkəzlər tərəfindən irəli sürülən son elmi tezliklər araşdırılıb. Onlar məqalə halında dərc edilərək Azərbaycan auditoriyasına çatdırılıb. Həmçinin Almaniya, Fransa, Çin, Türkiyə, Rusiya, ABŞ-nin sosial şəbəkələrdə informasiya təhlükəsizliyini tənzimləmək üçün tətbiq etdikləri modellər öyrənilir. Həmin məlumatlar da məqalələr halında dərc edilərək Azərbaycan auditoriyasına çatdırılıb. Bugün biz bu konferansda sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələsini bütün təfərrüatları ilə müzakirə edəcəyik. Söz Müşfiq müəllimə veriləcək, layihə haqqında geniş məlumat verəcək, amma qısaca bir qeyd etmək istəyirəm. Layihənin eksperti Araz Zeynalov da bu tədbirdə iştirak edir. Bu layihənin icrasında əməyi böyükdür, ona görə ona da təşəkkürümüzü bildiririk. Buyurun Müşfiq müəllim, söz sizdədir. Təşəkkür edirəm İlqar müəllim və hörmətli həmkarlar, hər birinizə də ayrıca təşəkkür edirəm ki, dəvətimizi qəbul edərsiniz, bu tədbirdə iştirak edirsiniz. Sosial şəbəkələr və orada informasiya təhlükəsizliyi hal-hazırda beynəlxalq jurnalist təşkilatlarının eyni zamanda informasiya tənzimlənməsinə aidiyyatı olan bütün beynəlxalq təşkilatların bir nömrəli, belə deyək ki, mövzuları sırasındadır. Səbəb aydındır, çünki hal-hazırda dünya əhalisinin demək olar ki, 64-67% aralığında dünya əhalisi sosial şəbəkə istifadəçisidir. Bu deməkdir ki, dünyanın çox böyük kəsimi, yəni 50%-dən çox insan informasiyanı sosial şəbəkələr üzərindən alır və yayırlar. Təbii ki, bu informasiya məkanında çox böyük bir pay deməkdir və təbii ki, informasiya məkanında bu cür böyük pay tutması sosial şəbəkələri müzakirə mövzusuna gətirir. Bu yaxşı cəhətdir. Yəni, sosial şəbəkələrin üstünlükləri var. Sosial şəbəkələr başqa kommunikasiya vasitələrinə nisbətən interaktivdir. Yəni, orada insanlar nəinki informasiyanı ala bilirlər, həm də informasiya özlərinin rəyini bildirə bilirlər, şərh verə bilirlər. İkinci, daimi olaraq əlçatandır, zaman, məkan fərqi yoxdur. Biz istənilən yerdə internetə əlçatımlıq varsa, deməli, sosial şəbəkələrə qoşula bilirik və onun üzərindən informasiyaları alırıq, həm də fikirlərimizi paylaşırıq və s. Yəni, bütün bunlar yaxşı məsələlərdir. Üçüncü, ən mühüm cəhəti odur ki, ümumiyyətlə sosial şəbəkələrin mahiyyəti insanların fərdi fikir paylaşma platformasıdır. Yəni, burada insanlar sərbəstdirlər, istədikləri fikirləri alırlar, yayırlar və ondan güclü istifadə edirlər. Mən sosial şəbəkələrin pozitivləri barədə danışmaq istəmirəm, bu zaten bunlar qurulubdur. Amma dünyanı narahat edən, daha çox diqqət çəkən məqam sosial şəbəkələrin negativ xüsusiyyətləri üzərindədir. Bilirsiniz ki, hal-hazırda dünya məkanında ən ciddi problemlərdən biri dezinformasiya yayımıdır, fake news yayımıdır. Yeri gəlmişkən bir ştrix verim, bəzən bizdə Azərbaycanda qarışdırırlar bunu, o mütəxəssislər danışanda fake news, dezinformasiya və s. bərabərlik işarəsi qoyurlar. Amma burada fake news, saxta xəbər ümumi addır. Saxta xəbərin içərisində onun bir neçə tipləri mövcuddur. Konkret olaraq tiplər çoxdur, amma iki qrup üzərində daha çox dayanırlar. Birincisi misinformation, ikincisi isə dezinformation adlandırılır. Misinformation fake xəbərin ən çox belə deyək, yayılan formasıdır. Mahiyyəti odur ki, insanlar bilməyərəkdən saxta xəbər yayırlarsa, bu misinformationdır. Tutaq ki, məsələn, həmkarlardan biri
bir informasiya yayıb, bunun doğruluğu şübhə altındadır. Mən də ona etimad göstərirəm, daimi istədiyim adamdır. Onun xəbərini təkrarən yayıram. Yəni mənim burada qərəzli bir niyyətim yoxdur. Sadəcə xəbər çıxıb ictimai üçün faydalı ola bilər deyə yayıram, amma saxta xəbərdir. Bu kateqoriyaya aid olanlar misinformationdır. Dezinformasiya isə bundan köklü şəkildə fərqlənir. Dezinformasiyanın mahiyyəti şuurlu şəkildə istehsal olunmuş yalan xəbərdir. Yəni zaten o bilərəkdən yalan üzərində qurulur ki, auditoriyanı çaşdırsın, ictimai rəyi çaşdırsın və belə də yanlış yönləndirmə nəticəsində müəyyən düşmən məqsədlər həyata keçirilsin. Bu ölkə içində də ola bilər, beynəlxalq səviyyədə də olur və s. Yeri gəlmişkən dezinformasiyanın kəmiyyəti o qədər artır ki, artıq bu narazılıq yaradır və 2018-ci ildə beynəlxalq jurnalist təşkilatları dezinformasiyanı dünya üçün 10 fəlakətdən biri adlandırıblar. Yəni artıq bu dezinformasiya kəmiyyət baxımından və mahiyyət baxımından o qədər artır ki, bu dünya üçün fəlakətə çevrilir. Yeri gəlmişkən yenə də bir ştrix deyim. Məsələn, bu günlərdə indi şükürlər olsun ki, başa çatdı. Məsələn, İsrail-Fələstin münaqişəsi tutaq ki, bilirsiniz, 2023-cü ilin oktyabr ayının 7-sində başlamışdı. Həmin vaxtı 7-sində deməli münaqişə başladı, amma 9-unda, 10-unda çox sürətlə yayıldı və o sürətlə yayılmanın, münaqişənin alovlanmasının səbəblərindən biri Amerika Birləşmiş Ştatlarının o vaxtki prezidenti Joe Bidenin çıxışı oldu. O belə bir informasiya yaymışdı ki, güya Fələstin tərəfi İsrail tərəfdən 40 uşağı oğurlayaraq Həmas onların başını kəsir və bu kifayət qədər emosiyaları coşdurdu və dünyada böyük bir belə deyək ki, anti-Fələstin və anti-Həmas bir nifrətə çevrildi. Bunu dünyanın aparıcı media qurumları Joe Biden'a istinadən yaymışlar. Məsələn, CNN vardı və başqaları, bunlar transmillikçilərlə bilirsiniz, bütün dünya tanınır. Amma 3 gün sonra artıq deməli, oktyabrın 10-da həmin xəbər təkzib olundu. Hətta Ağ Ev özü bəyanatla çıxış etdi, belə bir məlumatın olmadığını dedi, İsrail tərəfi bəyanat verir ki, bu bəyanat yoxdur. Amma belə dedi, artıq iş işdən keçmişdi. Yəni o informasiya artıq o dezinformasiya özünün təsirini göstərmişdi. O qədər münaqişə qızışdı onun üzərində ki, 3 il müddətində onu güclə həll edib yığışdırma mümkün oldu. Yəni baxın ki, dezinformasiya nə qədər fəlakətlər yaradır. Yəni hər biriniz də bilirsiniz ki, bu müharibənin gedişatında 70 minə yaxın Fələstin əhalisi həlak oldu və s. Yəni dezinformasiya bu qədər təhlükəlidir, bu qədər pisdir və dünyaya, insanlara, cəmiyyətə çox böyük zərbələr vurur. Niyə bunu sosial şəbəkələrin üzərinə gətirir? Çünki beynəlxalq tədqiqat mərkəzlərinin yenə hesablamasına görə, düzdür, kommunikasiyanın bütün tiplərində, hətta qəzetlər, jurnallar, televiziya üzərindən də bəzən yanlış, fake xəbərlər, dezinformasiya yayılır. Amma burada nisbət fərqi var. Dünyada istehsal olunan dezinformasiyanın 66% məhz sosial şəbəkələr üzərindən yayılır. Və sosial şəbəkələr hər yerdə əlçatan olduğu üçün bunlar daha böyük fəlakətlərə yol aça bilirlər. Bax, bu problem də göz qabağındadır. Ona görə də dövlətlər bu, belə deyək ki, fəlakətin qarşısını almaq üçün öz ərazilərində sosial şəbəkələrlə bağlı müəyyən addımlar atmağa məcbur qalırlar. Biz də layihə çərçivəsində həmin sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı, belə deyək ki, ayrı-ayrı ölkələrin tətbiq etdikləri modellər haqqında tədqiqat apardıq, ona topladıq. İndi mən oradan ekrandan çıxış edəcəm, orada bəzi məsələlər göstərirəm. Gəlmişkən deyil, biz bu layihələr çərçivəsində çox geniş tədqiqat apardıq və dünya ölkələrində sosial şəbəkələrin yaratdığı bu problemlərdən necə xilas etmək olarla bağlı müəyyən bir nəticələr əldə elədik. Burada həm akademik, beynəlxalq akademik mərkəzlərin fikirləri var, həm ayrı-ayrı ölkələrin praktikası var və biz onları 10 məqalə halında cəmləşdirdik. Məqalələri biz Mətbuat TASS saytında yerləşdirmişik. Mətbuat TASS saytı ölkənin oxunaqlı saytlarından biridir və oradakı informasiyalar hər bir şəxsin əl çatandır. Yer gəlmişən Ramil mən də burada iştirak edir, Mətbuat TASS saytının baş redaktorudur. Burada biz məqalələri belə deyək ki, 3 qrupa böldük. Birinci 3 məqalədə sosial şəbəkələr, onların mahiyyəti, dezinformasiya yayımında rolu və s. bununla bağlı akademik mərkəzlərin fikirləri yer alıbdır. İkinci tip məqalələrdə isə deməli, ayrı-ayrı ölkələrdə sosial şəbəkələr necə tənzimləyirlər, bununla bağlı məqalələr tərcih olunubdur. Amerika Birləşmiş Ştatlarında, Çində, Rusiyada, Türkiyədə və ölkələrdə və s. Yeri gəlmişkən
demişkən deyim ki, sosial şəbəkələrin tənzimlənməsi üçün təqribən indi 3 model tətbiq olunur. Birinci modelə daxil eləmişik biz Amerika Birləşmiş Ştatları, Rusiya və Çini daxil eləmişik. Bunlar başqa ölkələrdən fərqlənirlər. Bunlardan internetin suverenliyi haqqında müəyyən qanunlar mövcuddur. Öz ərazilərində internetin və sosial şəbəkələrin yerli segmentini belə deyək ki, ya özləri yaradırlar, yaxud da ki, olan başqa yaradılmış sosial şəbəkələrin yerli belə deyək ki, segmentinə müdaxilə etmək hüquqları vardır. Bunu onlar qanunvericiliyi əsasında həyata keçirirlər. İstər Çində, istər ABŞ-da, istər Rusiyada bununla bağlı qanunlar qəbul olunur. Məsələn, 2019-cu ildə Rusiyada qəbul olunan elə qanun adı da belə gedir, internetin suverenliyi haqqında qanun. Yaxud Amerika Birləşmiş Ştatlarında 2024-cü ildə bilirsiniz ki, düşmən ölkələrdə yaradılan sosial şəbəkə platformalarının ABŞ-da yayılmasının qadağan olması haqqında qanun qəbul olunubdur və s. Bu bir modeldir və biz bunun haqqında müəyyən məqalələr dərc edib orada yerləşdirmişik. İkinci model isə Avropa ölkələri üçün xasdır. Məsələn, Almaniyada, Fransada, Türkiyədə və başqa ölkələrdə internet üzərində məzmunun tənzimləməsinə bağlı qanunlar qəbul olunubdur. Məsələn, Almaniyada bu adlanır, sosial şəbəkələrdə qaydaların tətbiqi haqqında qanun, ona loru dildən də Facebook qanunu deyirlər. Türkiyədə də eyni məzmunlu qanun var və s. Ümumilikdə götürəndə Avropa İttifaqı ərazisində 3 böyük akt qəbul olunubdur ki, o akt sosial şəbəkələrdə informasiya tənzimlənməsinə və rəqabətin aparmasına nəzarət edir. Avropa İttifaqına və Avropa məkanına daxil olan ölkələr də özlərinin milli qanunlarını həmin belə deyək ki, aktlara uyğunlaşdırırlar. Avropa modelində vəziyyət belədir ki, onlar belə deyək ki, sosial şəbəkələrdə informasiya yayan şəxslərlə yanaşı, həm də sosial şəbəkə platformalarının adminlərinin məsuliyyətini belə deyək ki, müəyyən edir. Şərt qoyulur ki, istifadəçi sayı 1 milyon nəfəri keçmiş bütün sosial şəbəkə platformaları, adminləri özlərinin yerli ofislərini açmalılar ölkə arasında. Bu rəqəm bəzən fərqlidir. Məsələn, Türkiyədə 1 milyon nəfər götürülür, Almaniyada 2 milyon nəfər götürülür və s. Amma müəyyən bir hədd müəyyənləşdirir ki, həmin həddi istifadəçi sayı keçən sosial şəbəkə adminləri özlərinin yerli ofislərini açmalıdırlar. Daimi hökumətlə təmasda olmalılar və problemlər yaranarkən dərhal reaksiya verib o problemi aradan qaldırmalılar. Eyni zamanda, məsələn, Almaniya sosial şəbəkələr qarşısında şərt qoyur ki, onlar özlərinin illik hesabatlarını dərc etsinlər, nə qədər dezinformasiya müəyyən ediblər, nə qədərsini sıradan çıxarırlar və s. Yəni bununla bağlı hesabat verirlər. Bu hesabatlığa və bu qanunvericiliyə əməl etməyən platformalarda çox yüksək məbləğdə cərimələyirlər. Məsələn, Almaniya bir dəfə 2 milyon evro məbləğində Facebooku cərimələmişdir. Belə deyək ki, praktikalar mövcuddur. Üçüncü tip ölkələr isə Azərbaycan və digərləri belə deyək ki, burada sosial şəbəkələrlə bağlı. Bizdə adminlərdən daha çox sosial şəbəkə üzərindən saxta xəbər yayanların məsuliyyəti nəzərdə tutulur. Bilirsiniz ki, 2013-cü ildən etibarən Azərbaycanda Cinayət Məcəlləsinə dəyişikliklər edilibdir. 148.1, 147-ci yenə də maddələrdə göstərilir ki, sosial şəbəkələrdə fake profillər açan, onun üzərindən dezinformasiya yayan, saxta məlumat yayan şəxslər məsuliyyəti müəyyən olunur və cəzalandırırlar. Beləliklə, mən qısa danışdım, bu 3 model barədə məlumat verdim. Təkrar deyirəm ki, bu məqalələr hamısı mətbuat saytında yerləşdirilibdir, orada əlçatandır. İstəyi olanlar, zərurət hiss edənlər o məqalələri oxuya bilərlər və orada bu tənzimləmə modelləri ilə bağlı geniş bilgi əldə edə bilərlər. Sözü verək Ramil müəllimə, buyurun. Azərbaycan mediasında belə məqalələrin sayı olduqca azdır. Yəni ki, bu məqalələr geniş araşdırmanın nəticəsində hazırlanmışdır. Müşkül müəllim bu məqalələrin detalları ilə bağlı ətraflı məlumat verdi. Mən isə bir digər məsələ diqqət çəkmək istəyirəm ki, məni də şəxsən təcrübələndirən məqalələrdən biridir ki, bu məqalələr həqiqətən çox yaxşı baxış əldə edir. Yəni ki, ortalama məqalələrin baxış sayı 2000 üzərindədir. Bir neçə məqalə 4000-dən çox baxış sayı əldə edir. Yəni, belə bir ciddi məqalələrin belə müsbət reaksiya səbəb olması həqiqətən sevindiricidir. Media mütəxəssisimiz Telman Sadıq iştirak edir. Telman müəllim, buyurun. Nə demək istəyərdim? Bu məsələdə tək bir donor qurumunun, bir təşkilatın və yaxud da ki, fərdin, şəxsin, baş redaktorun təşəbbüs göstərməsi əmin olun ki, heç bir effekt verməyəcək.
Yəni layihə çərçivəsində bəlkə Müşfiq müəllimdən beynəlxalq təcrübəsi var. Bu işlərə bütün əməyini sərf edir, komanda üzvləri ilə, təşkilat üzvləri ilə və həmkarları ilə. Yəni yalnız o miqyasda nəsə biz əldə edərik. Amma bu məsələlərdə tərəflər olmasa, bucaqlar olmasa və bu məsələlər davamlı olmasa, inanın ki, hər hansı bir nəticə əldə edə bilmərik. Sözü mən Bakı Dövlət Universitetinin müəllimi, Gross Media saytının rəhbəri Mübariz müəllimə vermək istəyirəm. Dəyərli həmkarımız, buyurun. Çox sağ olun. Təşəkkür edirəm. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Məsələn, mən təsəvvür eləmirəm ki, bu 44 günlük zəfərin bircə gününü ingilislər ya fransızlar qazansaydılar, hansısa ölkənin üzərində, onların bu qələbəsini bütün dünya danışırdı. Amma biz artıq o məsələlərdən də sanki uzaqlaşmaq mərhələsinə gəlib çatırıq. Yəni, o qədər adiləşməyə başlayır ki, bizim həm də qarşı tərəfin baskıları da bu məsələdə rol oynayır. Artıq tezislər götürməyə çalışırlar cəmiyyətə ki, sanki bu məsələlər kiçik məsələlərdir, yox, biz başqa məsələlərə köhlənməliyik falan. Sosial şəbəkələr bəzən mətbuatı da keçir, mətbuatın da önündə olur. Bu önündə olmaq bəzən də layihənin mövzusu olaraq cəmiyyətdə çaşdırıcılıq yaradır. Düşünürəm ki, bu baxımdan belə layihələrin keçirilməsi çox önəmlidir. Düşünürəm, təşəkkür edirəm ki, belə bir layihədir. Deməli, mövzu ilə bağlı dərhal bir məsələni deyim. Bilirsiniz ki, bugün Qarabağın oyunu var, axşam saatlarında. Hamımızın həyəcanla gözlədiyimiz bir oyundur. Ancaq bu oyunla bağlı bir dezinformasiya ortalığa atılıb, bir saxta xəbər ortalığa atılıb ki, güya demək, qarşı tərəfi baş məşqçisi deyib ki, Qarabağa 9 qol vurmalıyıq. Və bundan soruşurlar mətbuat konferansında ki, siz doğrudan mı belə bir söz demişsiniz? Orada deyir ki, yəni bu mən hətta belə fikirləşdim, belə bir söz deməyəm etik olmazdı, ona görə təbii ki, deməmişim. Burada kofe breakimiz var. Rahim müəllim çıxışından sonra biz keçək kofe breakə, orada sərbəst çıxışlarımızı tamamlayırıq. Sosial şəbəkələr bugün hər bir cəmiyyətin problemlərindən biridir. Əsasən fake newsdan söhbət gedir və bu ildırım sürətinə yayılır bütün bu məlumatlar. Cəmiyyət nəyə tam arzıdır? İnformasiyanın azlığından və ya qeyd edə bilər yoldaşlar. Biz nə üçün uduzuruq Azərbaycan mətbuatı olaraq? Xaricdə yerləşən bir dəstə. Nədir o? Fake news yayan Azərbaycanlılardan söhbət gedir. İnformasiyanı cəmiyyət bilirsiniz necədir? Cəmiyyət bütün günü telefondadır. Nəsə bir yenilik axtarır. Biz insanlara o informasiyaları burada versək, onlar gedib saytlara baxmayacaqlar. Daha çox informasiya vermək lazımdır. Son hadisələrlə bağlı görürsünüz, o qədər fake xəbərlər yayılır. Amma hələ susqunluq var bizim mətbuatda.